Bugün trapesiya haqqında danışacağıq. Trapesiya üçüncü nəyə deyilir? Gəlin trapesiya seçək, üzərində danışaq. Yan tərəfləri bir-birinə paralel olan dördbucaqlıya trapesiya deyilir. Yəni burada AD BC-yə paraleldir. Və burada, yəni məsələn desək ki, AB CD-yə paraleldirmi? Xeyr, paralel deyildir. Burada AD və BC oturacaqlardır. AB ilə CD isə yan tərəflərdir. Trapesiyanın yan tərəfə bitişik bucaqlarının cəmi 180 dərəcədir. Məsələn, bura alfa olsun, bura beta, bura x, burada y. Alfa ilə betanın cəmi bərabərdir x-ən y-in cəminə, yəni 180 dərəcədir hamısı. Sonra trapesiyanın orta xətti vardır. Orta xətti çəkək. Orta xəttdə oturacağa paralel olub onun yarısına bərabərdir. Oturacaqları deməli cəminin yarısına bərabərdir. Bu oturacağa B deyək, bu oturacağa A deyək. Orta xətt M-in A ilə B-nin cəminin yarısına bərabər olmuş olur. Sonra indi bunun diaqonallarını da çəkək. Bu bir diaqonalımız və digər diaqonalımız. Və burada da bu hissəyə Y deyək, burada F nöqtəsi desək. Buradan da alınır ki, MY ilə FN bir-birinə bərabərdir və baxın, bu oturacağın BC-nin yarısına bərabərdir. Bir də burada YF nədir? YF də oturacaqlar fərqinin yarısıdır. AD çıxaq BC-nin yarısına bərabərdir. Sonra burada bir də gəlin bir dənə də trapesiya çəkək. Deməli, buradan diaqonal tərəfləri qeyd edək. Sonra da diaqonallar seçək. A tərəfi D, B, C. Buradan BD diaqonalı çəkirik. BD, bir də AC. Diaqonallardır. Bir dənə də orta xətt çəkək. Bura P, bura Q. Oturacaqlar da yine B və A'dır. Burada PQ oturacaqları hasinin kimisi bölünsün onların cəminə bərabərdir. Məsələn, burada olsun O nöqtəsi. Burada da PO ilə OQ bir-birinə bərabərdir. Və ümumi isə bu PQ'nun yarısına bərabərdir. Bu ümumi trapesiya üçün olan düsturlar idi. İndi keçək bərabər yanlı trapesiya. Bərabər yanlı trapesiya keçək. Bərabər yanlı trapesiyada adından göründüyü kimi yan tərəfləri bərabər olan trapesiya deyilir. Məsələn, bir dənə trapesiya çəkək. Bu olsun bizim bərabər yanlı trapesiyamız. Bura A, bura D, bura B, bura C dedik. Bərabər yanlı trapesiyadan adından göründüyü kimi AB ilə CD, yəni yan tərəflər bir-birinə bərabərdir. Həmçinin A ilə D bucağı, B ilə də C bucağı bir-birinə bərabər olmuş olur. Sonra bərabər yanlı trapesiyanın diaqonallarını çəkək. Bərabər yanlı trapesiyanın diaqonalları bir-birinə bərabər olmuş olur. Yəni, burada O deyək, AC BD-yə bərabərdir, AO OD-yə bərabərdir, BO isə OC-yə bərabərdir. Sonra bərabər yanlı trapesiyanın əgər diaqonalları perpendikulyardırsa, bu zaman hündürlük çəkək, gəlin. Hündürlük orta xəttə bərabər olmuş olur.
Bu ama diagonallar perpendiküler olduqda ödüyor. Diagonallar perpendiküler olsun. Bura y deyək. Hündürlükdür. Aha. Bu zaman dedik ki, orta xətti çəkək. Gəlin. Burada m'in orta xətt olsun. BY də H-dır. Deməli, BY yəni H bərabərdir MN-in yarısı. Yox, MN-ə bərabərdir. O da oturacaqları fərqinin yarısıdır. Bildiyimiz kimi. Oturacaqlar cəminin üzr istəyirəm yarısıdır. Yəni orta xəttdir. Ondan sonra bərabər yanlı trapesiyada 2 dənə hündürlük verilərsə. 2 hündürlük də verilib. Bu zaman bu AY, burada F olsun. AY bərabər olur FD-yə. Bunlar da oturacaqları fərqinin yarısına bərabər olur trapesiyanın. Həmçinin burada olan AF bərabərdir YD-yə, YD də MN-ə, yəni orta xəttə bərabərdir. Bu da belə. Bilək ki, trapesiyadan yalnız bərabər yanlı trapesiyanın xaricinə çevrə çəkə bilərik. Sonra trapesiyanın digər növü olan keçək düzbucaqlı trapesiya. Düzbucaqlı trapesiya. Aha, düzbucaqlı trapesiya çəkək. Aha, belə bir şey. Bura A, bura D, bura B, bura C. Yan tərəfi oturacağa perpendikülər olan düzbucaqlıya trapesiya deyirik. Yəni burada AD, AB-yə perpendikülərdir, o da BC-yə perpendikülərdir. Burada C bucağından, bucaq C ilə bucaq D-nin cəmi 180 dərəcədir. Hə, bir gəlin burada diagonallarını çəkək. Əgər bunun diagonalları perpendikülər olarsa, bu zaman baxın bu AB-nin kvadratı bərabər olur oturacaqları hasilinə, yəni AD ilə BC-nin hasilinə bərabər olmuş olur. Burada trapesiya haqqında öyrəndik və ümumiyyətcə trapesiya üçün olan düsturları öyrəndik, nəyə deyilir. Sonra bərabər yanlı trapesiya və sonunda da düzbucaqlı trapesiya. Bu izahlıq da bu qədər.